Qeyri-adi tərzi olan rəssamlardan biri də Giuseppe Arcimboldi'dir. Rəssam 16-cı əsrdə yaşayıb yaradıb, İtaliyada anadan olub. Atası məşhur rəssam idi. Giuseppe uşaq vaxtından atasının emalatxanasında ona yardım edirdi. Ata və oğul vitrajlar üzərində işləyirdilər. Elə Giuseppe'nin də tanınmasına bu vitrajlar səbəb oldu. Giuseppe Kral 1. Ferdinandın gerb lövhələrini işlədi. Bir neçə ildən sonra Ferdinand müqəddəs Roma imperatoru seçildi və rəssamı saraya dəvət etdi. Giuseppe portretçi rəssam kimi xidmətə başladı. Həmçinin imperatorun kolleksiyası üçün sənət əsərlərini seçib alırdı. Bayramlar, karnavallar təşkil edirdi. Leonardo da Vinci kimi mexanizmlər düzəldirdi. Onu bayramlar, şənliklər ustası deyə çağırırdılar. 26 il Hamburqlara xidmət göstərdi. Elə o vaxtlar rəssam meyvə, tərəvəz və əşyalar ilə qarışıq qəribə portretlər çəkməyə başladı. Onun ilin fəsilləri tablolarına baxsaq, biz yayı, yazı, payızı, qışı görə bilərik. Həmçinin rəssamın yeri, suyu, havanı və alovu təsvir edən tabloları da var. Bu tablonun adı Aşpazdır. Burada biz bişirilən heyvanları və quşları görürük. Meyxanəçi oğlan tablosuna baxsaq, şərab üçün lazım olan əşyaları görə bilərik. Kral İrod tablosuna baxanda bizi dəhşət bürüyür. İrod körpələrin qətliamını təşkil edən bir kral idi. Onun üzü kiçik körpə vücudlarından təşkil olunub. Rəssam Giuseppe 1593-cü ildə vəfat etdi.